يا رب الحسين ارحم لنا بحق أخيك الحسين كم الأيام إلى جلسة قبلين فرغمني bir Hüseyin adlı ağam var, yüreğim hürremdi. Gel eyyam ile gerçi bu dilim torgamdi. Bir Hüseyin adlı ağam var, yüreğim hürremdi. Alemi gözden atıp bir ona bel bağlamışam, o güzel adına kurban şerefi alemdi. Alemi gözden atıp bir ona bel bağlamışam, o güzel adına kurban şerefi alemdi. Kapısından bilirəm saili boş geytermez, Sünkerem sahibidir, Sibt-i Şehi Ekrem'di. Tabi bilemez. Bir tane salavat misal ile. Allahümme salli ala Muhammed ve Muhammed. Bu məclisi çəkənlərin, ölənlərinin haqqında bir salavat hədiyyə eləyək. Allahümme çünkü onların xidməti danılmazdı. Bu qədər ki, cəmiyyət buradadır, bir 5 dəfədə bundan artıq digər yerlərdən izləyirlər. Səbəbkar da mənim bu qardaşlarımdır. Amma bunların hər birinin ayaqlarının altında mənim bu üzüm olsun. Əyləşsənlər, yəni mənim qabağımda kimsə dayananda bir İmam Hüseyin aşıqını görə bilməyəndə ürəyim partlayır. İstəyirəm hamını görəm. Bir nəfər ki, bir nəfərin qabağına dayanır, bu qədər adamı görürəm, bir nəfər görməyəndə ürəyim darıxır ki, o qoy onu da görüm. Hamısını görüm mən, çünki hamısını istəyirəm mən. Çünki bunlar İmam Hüseynin qonaqlarıdır, mənim yox. Ona görə çalışın eləyin ki, mən hamını görə bilim mən. Hamıza mənim canım qurban. İmam Hüseynin qapısına gəlmişsən, bir dənə şeir oxuyacam sənə ki, qiyamətdə də keyf eləyəcəksən. Gör kimdir bu? Qəm əyyam ilə gəlsi bu dilim porğəmdir, bir Hüseyin adlı ağam var, ürəyim xürrəmdir. Aləmi gözdən açıb bir ona bel bağlamışam, o gözəl adına qurban şerefi Adem'dir. Böyle yaxşı söz eşidəndə bu pırlandır ki, yaxşı sözü adam gələ deyə də, adi məsələn bir adam sözdə bir söz deyə də deyir, barakallah, nə qəşəng söz ediyor. O güzel adına qurban şerefi Adem'dir. Hələ bir adın gözəlliyinə bax, Hüseyin. Hüseyin, adıva qurban, ya Hüseyin. Özüm yox, cavan ömrüm qurban. 3 dənə balam, ölən dədəm, qalan anam qurban olsun sən o gözəl adıva. İndi bax, Qapısından bilirəm saili boş qaytarmaz. Niyə? Çünki kərəm sahibidir, Sibt-i Şəhi Əkrəmdir. Kimin oğludur bu? Köyləyin sailəm, köyləyin sailəm, ehsan edənin oğludur.
Korkma sözüm möhkemdir. Bu Fatime'nin balasıdır, bu Ali'nin balasıdır. Allah rahmet eylesin Raciye. Raci yazar bu Ali'nin oğludur. Hansı Ali? Namaz üstünde üzüyün saile veren Ali. Şimdi bakayım farka bak. Deyir mən sənə dediyinə balanın fərqindeyim. Dede parmağından üzüyüm verdi. Oğluyama parmak karşı üzüyüm verdi. Bu Ali'nin balasıdır, bu Fatime'nin balasıdır. Bu gelinliğinde çöneyin sahile ehsan edenin oğludur. Adıma kurban olam ya Eba Ebdillah. Çöneyin sahile ehsan edenin oğludur bu. Bizim meyus edemez. Bakma sözüm möhkemdir. Gəzərəm dildə Hüseyin var səsi məclislərimə. Ya Hüseyin izni duxulimdir, sirişimləmdir. Məkkədə olmasa qismət mənə vardır nə qəmi. Dünyaya vəzir verəm bu misranı bak. Məkkədə olmasa qismət mənə vardır nə qəmi. Bir dənə gəlmə Kəbəyə getməmişəm, heç qəmim də yoxdur, narahat da deyirəm. Niyə axı Allahın evidir? Məkkədə olmasa qismət mənə vardır nə qəmim. Ağamın məclisi Məkkəmdir, gözüm Zəmzəmdir. Ya Əbu Abdillah, ağamın məclisi Məkkəmdir, gözüm Zəmzəmdir. Ay aman, ay aman. Danışmır hamza kurban olum, neçə bizdən şerdir. Ne var zehrimde onu okuyacağım sana. Ya Ebu Abdillah, ağamın meclisi Məkkəmdir, gözüm Zəmzəmdir. Ruzi məhşərdə sıxılan ağamın sayesine yandıran başla beni, gel ey müstəhkəmdir. O səbəbdəndir əzabdar Hüseyin ölsə əgər. Bir də oxuyacam bana, mən yavaş-yavaş oxuyacam. Mən istəyirəm, yavaş-yavaş oxuyam, bil mən nə deyirəm. Tamaşaya gəlməmişim ki bura. O səbəbdəndir əzabdar Hüseyin ölsə əgər. Görecek qəbri əvvəl ondan müsləmdir. Hüseyinci öləndə bilmirəm görübsüz ya yox. Mən nə qədər Hüseyinci dəfnində iştirak eləmişəm. Maşallah hamısı izzətlə qəbrə gedib. Elə ki Hüseyinçini qəbrə qoyanlar əvvəl görən qəbri qaranlıqdır. Baş tərəfdən o zaman qəbrinə bir nur düşər. Baş tərəfdən o zaman qəbrinə bir nur düşər. Ax nə nur aləmi roşən eləyib xürrəmdir. Buna əqidün olsun, buna gərək imanın kamil olsun. İmam Hüseyin ona ağlayanı, ona qonaq gələni, əzadarın qəbrin əvvəl gedəsi tək qoymaz, buna yəqinin olsun. Ağa gələr qəbrinin əvvəl gedəsində. Nə deyər? Tanımaz ki kimdir o.
O sen ki gece gündüz sağırardın o benim. Gelmişem görmeye korkmak ganimət. Demdi hazırsan ben her yerde Hüseyinçi öler. İzzet vardı şebi evvelde ağan o şerilen bahemdi. Bu memberan olsun yeqinim olmasa demerim digeran olmayayım. Ay bir ömür İmam Hüseyin kapısında ağlayanlar. Ay bir ömür İmam Hüseyin ezasına gelenler. Hamza bir sözüm var bekteber başuza. Bekteber başuza. Bu dakika. İndi siz başka yerde olabilirdiniz ama Fatime koymadı. Getirdi sizi balasının yasını. Gelmişsen esasına başımıza alaşağı dinen Hüseyin. Sana balalar kurban, balalar kurban. İşin elbisine var benim öldürer bu sade sözde. Bunu hayvanların dilinde de eşitmişse bu sefer. Gör ne güzeldi. İçinde de de eşitmişim bu söz mağlubirim. Hüseyin yaralar var kurban oğlum. Esir balalar var kurban oğlum. Ağam oğlum. Ağlıma ne gelir dinen, ey Allah hakkı dinen, kadınlar mı sana Türk diyerdiler, diyerdiler bağlanmayan yarası ağam var, ağam var, çömeksiz kalan ağam var, derdi bir nefere demeyen ağam var, ağam var. Akı kim razı olar, ayağlayanlar, hiçbiriniz razı olmaz, tutsam verende teşollaz, ranak razı olmaz. Fatime elə ki, biraz da sen apardın qabağa. Fatime elə ki, İmam Hüseyin Fatime'nin anasının bətnindeydi, hələ dünyaya gelmemişti. Peygamber dedi kızım, o bətninde olan uşağın başın susuz gezəcəklər. Anası gider de dedi ya Resulallah baba istemirem ben, düzeltmerem baba. Bir sual verdi. Dedi baba ben olacağım ya yok dedi sen olmazsan. Atası olacak dedi o da olmaz. Kardeşi olacak dedi kızım o da olmaz. Hepsiniz olmaz tek kalar tek can verir. Zehra yanar yanaklar dedi baba istemiyorum baba. Ondan sonra bir söz dedi Fatime rahat oldu. Sizi dedi ya. Dedi kızımla rahat olma ama balon oğluma dünyalar ağlayacak. Dünya ağlayacak. Senelere kurban, senelere kurban Hüseyin. İndi ağlığa necəsə başı salacağı xəlvət elə. Ya Allah, ben eşitmişim ha, yana yana diyerdiler Hüseyin. Dil açmayan balığa kurban olur. Bağlanmayan yarama kurban olur. Bu çabay kardeşime kurban olur. Bir Hüseyinci tanıram, eşkine alem çatmaz. Ah 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 ah, geldim o yüreğin Hüseyin'e. Hamı burada Hüseyinçidir, sen de Hüseyinçisen. Hamdolsun Allah'ım ben de adıma deyirəm Hüseyinçiye. Ama bir Hüseyinçi var ne ona sen çatabilersen ne ben çatabilirim. Onun eşkine kurban olan kim diyor? Bir Hüseyinçi tanırım, eşkine alem çatmaz. Adı Abbas idi, ol nehri yalan Zeynep'di. Ay efendim, ay efendim. Genel Hüseyin ayaman, 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 ayaman. Adı Abbas idi, ol nehri alan Zeyxendi. İnşallah babamda ben sana rozasını okuyaram. Bu evvel beden gerek hamlı yağlıya.
gör ne kadar vefalı kardeşiydi. Bir defa olmadı İmam Hüseyin gele evvelfez otura kaldı olmadı. Ne ki uzanana edebe bak, edebe bak. Birinin 34 yaşları var idi ya. Aralarında gör ne kadar yaş yaşlı var idi. Bir defa görünmedi tarihte İmam Hüseyin gelen evvelfez oturan halde olan. Dik dayanmıştı onun kabağında. Dik dayanmıştı onun kabağında. Ama iki baktı, iki yerde. Bir sağlığında gözü ağrıydı evvelfez efendim, xəstəydi. İmam Hüseyin geldi, dura bilmedi. Dura bilmedi, onun yanında sakladı. Bir de Aşura günü. Geldi dedi Hüseyin, belə bilmem mən ədəbsizim. Dura bilmirəm, yoksa ben sen gelen yerdə heç zaman mən uzanmazdım. Düşen kollarıma kurban olar ya Efendimiz. Bir Hüseyin tanıram. Hazırsan ben bir 5 dakika sen roza okuyayım ben. Yüreğimi yandın, kebap eleyim bu rozada senin. Bir Hüseyin tanıram. Eşkine alem satmaz. Adı Abbas idi, o nehr yalan zeygendi. Başının üstüne Hüseyin geldi, beni belde Ali. İtaza var, benim böyle okuyarsam abi. Başının üstüne Hüseyin geldi, beni belde Ali. Gördü əzayı təbarih dağılıb bərhəmdi. Mənə bax nə halda gəldi Əbəlfəzin cənazəsinin üstünə. Gördü əzayı təbarih dağılıb. İşıqlar da qoyub belə qalsın. Gördü əzayı təbarih dağılıb bərhəmdi. Neynədi? Gördülər baxdı Əbəlfəzin cənazəsinə. Dünən də oxudum sənə. Dedi Əbəlfəz nə oldu? Ne iş baş verdi belə oldu? Gördü gözlerine ox deyib, dudaklarından kan gəlir. Dedi Əbəlfəz mümkün olsa səni Ekber Necəbaya bükərəm. İcazə versən Əli Ekber kimi səni də əbaya büküm. Niye? Bu əba aləmdə görməli bir aləmdir. O kadar yalvardı. Əbəlfəzə dilə getirdi, kurban onun eşqinə. İşimiz zamandan okuyacağım. O kadar yalvardı. Əbəlfəzə dilə getirdi. Gördü kardeşi danışmak istiyor. Dedi Hüseyin icazə ver, bir kəlmə sözüm var sana. Ne diyeceksin? And verrem seni, and verrem anamın sil köyerden üzüme. Baktı dedi kardeş icazə verirsen sana bir söz diyeyim ben. Yine sana kurban olayım, diye ben. And verrem anamın sil köyerden üzüne. Məni əxyamə aparma ki yer məni qəmdi. Quburda qalıb məni xeymələrə aparma ya qardeş. Uca dilər Hüseyin, ay aman. Məni əxyamə aparma ki yerim əl-qəmdi. Yana dedi. Ondan sonra senden bir xahişim var. Hüseyin birden balalarım beni soruzda. Dinen Ebu su içmedim valla. Dilime de su değmedi. Abdolar çavan ölenlerin Fatimi. Ay aman. Da meclis belə oldu. Hamza kurban olur. İmam Hüseyin özü diğer kardeşim Əbəlfəzə yaxşı ağlayım, ben ağlayabilmedim. Alim məhsəridir, səhvim olsa diyer. Niye bunu dedi? Elə ki əyləşdi Əbəlfəzin cənazəsinin üstünde istedi ağlaya. Qırandan bir nəfər səslədi, Hüseyin nə oturmuşsan, boşun töküldü xeybələri. Cənazəni qoydu
koydu gitti kıymeleri. Uta belen ya Hüseyin. Uta. Ayan. Hamıza kurban olur. Göz yaşına benim ömrüm kurban. Allah hamıza bir ermeğin nasip eləsin. Da erme yağım açılır istirəm bunların arasında güzel rozun xiyim. İki bənd oxuyacam aslında, iki bənd. Cənazəni qoydu, Əbəlfəzin cənazəsini qoydu, alim məhzəb. Bir dənə o yan bir yan danışmayacam, eyni məktəli danışacam. Cənazəni qoydu, İmam Hüseyin qoydu cənazəni yerə. Yollandı xeymələrə. Amma nə halda Xanım Zeynəb çıxıb xeymənin qabağında güdür, gözləyir qardaşı gələn. Gördü ağan gəlir. Zeynəb diyabı alimi bir müəllimədir ya, hər nəyi tamam bilər. Bu Zəhranın qızıdır ya. Üzündən hər şeyi bildi, amma cəsarət eləmədi yaxına geçsin. Sorsun ki, hardadır mənim qardaşım? Bax, gör bilsən neynədi? Evə dədə gələndə, evin böyüyü gələndə, biraz qanı qara olanda ana ondan nəsə soruşmaz. Məsələn, evdə ən çox istədiyi uşağa deyər ki, git atva dünən nə olub? Xanım Zeynəb baxdı, gördü ki, o dövr İmam Hüseyin. Rüqəyyə dedi, bala, atam səni bizim hamımızdan çox. Dedi bana, atam səni hamımızdan çox istəyir. Bana git atamdan sual soruş, deyir ki, əmin Əbəlfəz hardadır? Sen o sızıntılar var, benim ömrüm kurbanmış. Əbəlfəz adı olsun biliyi haber, bu nalelerim var, ona kurban olan. Seni ağladan özündürsen ki, seni Əbəlfəz'in eşkili ağladı. Gönder kanını geriye kasa geldi. Ya evet, vay ne Əbəlfəz bas. Hardadır benim Əbəlfəz, ona da cevap vermedi. Ama güdür görəsən hara gedəcək. Ərəblərdə bir dənə rəsmi var. Ölən sərkərdənin, ölən şəhidi bildirməkdən ötürü onun xeyməsini suturuna şırdanlar. Gördülər gəldi Əbəlfəzin xeyməsinə, sakitcəli xeymənin suturuna şırdanlar. Sutun aşağında hamı da bildi ki, Əbəlfəz ölüb. Ondan sonra İmam Şəfi sən neynədi? Eliyle biliyle dedi, bazı gelgine kardeşimin rozası ben okuyayım, sen ağla ay bazı. Ay. Benden de yaxşı ezber bilirsen, yeni de bunu diyeyim ha. Zeynep geldi, dedi Hüseyin, hayattadır benim uçan boy kardeşim, uzun kollu, ala gözlü Əbəlfəzim hayattadır. Söze bakın sen Allah, en kadim söz ya. Dedi bazı izzetle yanan şemimizi öldürdüler Zeynep. Ümmüdüz Əbəlfəzlini öldürdüler Zeynep. Ay bazı. Ya